Salam dostlar. Bəs siz bilirsinizmi ki, o saytının bəzən tələffüzdə aya çevrilib, bəzən çevrilməməsinin səbəbi nədir? O saytı əgər vurğu qəbul edirsə, deməli onda o kimi tələffüz olunacaq. Yox, əgər vurğu onun üzərində deyilsə, bu zaman aya çevriləcək. Məsələn, oçerk sözündə vurğu onun üzərində olduğuna görə elə oçerk, obraz sözündə vurğu onun üzərində olduğuna görə obraz, amonim sözündə isə vurğu ikinci onun üzərində olduğuna görə birinci çevrilir, ikinci yenə o kimi qalır. Amonim olur. Komediya sözündə isə vurğu onun üzərində olmadığına görə o aya çevrilir. Amma burada bir istisnai məqam var. Okean sözündə hər nə qədər vurğu onun üzərində olmasa da, o olduğu kimi qalacaq. Yəni tələffüzdə də o olacaq. Okean elə okean kimi tələffüz olunur. Bilmirsinizsə də öyrənmiş oldunuz. Bu kimi məlumatları öyrənmək üçün kanala abunə olmağı və bildirişləri açıq qoymağı unutmayın.